6 ayda bomboş oluram, gün 2. Dün yenə də çətinliklə də olsa günorta saat 4-də yuxudan oyandım. Amma yenə də 5 dəqiqə yatıb duraram deyəndə yenə gəldi saat 7 oldu. Nəsə durdum getdim hamama. Baxdım nəsə heç bir gün əlimi üzümü istəmədim. Yəni ürəyim istəmədi. Durdum getdim kuxunaya baxdım gördüm heç kuxunada heç nə də yoxdur yeməyə. Sağcıq edib heç nə də yemədim ümumiyyətlə bir gün. Sivil klokuna baxdım yiyələsi heç nə tapamadım. Nəysə gəldim biznes planı qurmaq üçün lambarda qoymağı planlaşdırdığım notebookumu əlimə aldım. Təzə bir biznes axtarmaq istədim. Oya birdən yadıma düşdü ki, M10-da 44 qəpik, Level'da 60 qəpik var. Nəsə qərara gəldim ki, manatı bütünləşdirib mislidə bir kupon yazacağım. Nəsə bir xeyli axtarışdan sonra 0.89 kapsini tapdım və oyunu vurup gözlərim oyunun bitməyinə. Nəsə oyunda qırğın epizodlar, vurulanmayan qollar zat. Son 1-0 tutardı, mən unuttum. Sən demində 0.89'a vuranda 1 manatı 0.89 qəpik gəlmiş. Araya da həm halal pullarıma çördüm, həm də şu an bir qəpik içməciydi. Nəysə mən də fikirləşdim, nağarım var bir şey dedim, yatım, mənimki yatmaqdır.